Niyə boylanıram sormasaq sola? Dərdimi deməyə el axtarıram. Vətənin dağına bağına bənzər çəmən axtarıram, çöl axtarıram. Hayana baxıram görünürsə ki, əkiflər nə qədər burada təmbəki. Laləyə oxşayan zambaqlar təkin çiçək axtarıram, gül axtarıram. Gözümdən süzülən leysandır, qandır. Vətən həsrətliyəm, ürəyim yandı. Dərdimin üstünə dərdlər qalandı, yükümü çəkməyə fil axtarıram. Gör nələr gəlibdi, gör nələr başa. Çoxlarının qəlbi dönübdü daşa. Qucağımda odun, əlimdə maşa. Ocağım sönübdü, kül axtarıram. Gəl əlini çarpaz qoyma qoynuna. Yam yaşıl ağaclar donun soyuna. Zöhrəni sar atək ala qoynuna. Dağdan enib gələn sel axtarıram. Dərdimi deməyə el axtarıram. Mənim misralarım soy kökümün danışan sözüdür. Zöhrə xanım, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Dərdin ayağına ən ağır dərdi, dərdimin başına Zəngəzur yazdım. Gözümün üstünə of, xoca bəndi, gözümün yaşına Zəngəzur yazdım. Ağdamım, Füzulim çəkilir qoşa, Zəngilanın bağrı dönübdü daşa. Boynumun bağına Qarabağ, Şuşa, üzüyün qaşına Zəngəzur yazdım. Xocalım inlədi, Laçınım soldu. Ağ dəri ağladı, xan kəndi doldu. Ömrümün baharı dərbədər oldu. Ömrümün qışına Zəngəzur yazdım. Rəvan, dərələyəz büküldü göyə. Kəlbəcərin səsi toxundu neyə? Gəzdiyim yerlərdə qəribəm deyə dağına, daşına Zəngəzur yazdım. Xəlili dolanır vətən havalı. Qara qoyunlunun necədir halı? Dünyanın alnına göyçə mahalı. Dünyanın yaşına Zəngəzur yazdım. Dünyanın yaşına Zəngəzur yazdım. Mən Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Qafan rayonu, Davidbek qəsəbəsindən, Xabubulin Ömərin qızıyam. Anam Zəngəzur qızıdır. Özüm Davidbekdə dünyaya göz açmışam. 8-ci sinif orada bitirmişəm. Çox təəssüf, ürək ağrısı ilə deyim ki, elə 8-ci sinifi bitirər-bitirməz didərcin düşmüşəm vətənimlə. Zöhrə xanım, Qərbi Azərbaycanın ən səfalı, ən gözəl yerlərindən birindənsiz və 8-ci sinifə qədər gəlmək artıq müəyyən bir xatirələrə sahib olmaq deməkdir. O illəri, o dövrləri necə xatırlayırsınız? Hansı xatirələr, hansı hisslər, hansı yaşantılar bugün Zöhrə Xəlili ömrünün silinməz yaddaşıdır? Fəxri xanım, bu yaxınlarda bizim elə Azərbaycan dilbər köşələrindən biri olan Göygöl tərəfə, Toğanıya getmişdim. Bir gecə oranın qonağı oldum. Çayın şırıltısı səhər-səhər məni yuxudan oyatdı və ağlaya-ağlaya oyatdı. Bizim kəndin tən ortasından Oxçu çayı axırdı. Bizim evdə bu Oxçu çayına yaxın idi. Mən 15 yaşına qədər çayın şırıltısı ilə yatıb, çayın şırıltısı ilə oyanan adamım. Yəni, çayın səsi mənə Layla deyibdi. Xatirələr çoxdur, hansı birini deyim? Yəni, oturub danışsam, insanın ömrünün ən gözəl illəri, ən gözəl anları uşaqlıq illəridir, uşaqlıq anlarıdır. 15 yaşına qədər demək olar ki, mən xoşbəxt yaşamışam. İşte deyə bilmirəm. Bu göz yaşları təbiidir. Vətən dediyimiz müqəddəs nəsnə üçün heç kəs laqeyd qala bilmir. İnsan yaşadı olduqca, insan ömrünə bir ömür qatdıqca nə qəribədir ki, Zöhrə xanım əvvələ dönür. Nə qəribədir ki, öz əlifbasına dönür. Nə qəribədir ki, yaş artdıqca sən azalan yaşına dönürsən.
təbii ki, bax mən elə ona görə dedim ki, 15 yaşına qədər xoşbəxt yaşamışam. Ailə bütövlüyümüz olub. Atam, anam sağ olub, qardaş bacılarım sağ olub. 15 yaşından sonra itirə-itirə gəlmişəm bu günə qədər. İlk öncə vətənimi itirdim. Doğulduğum kəndi itirdim, böyüdüyüm evi itirdim. Ondan sonra bura gəlib yerləşəndən sonra çətinlik, yəni yerə göyə sığmayan çətinlik. Bir ev sahibi olduq, çox şükür, əlimizin zəhməti ilə. Yəni, qardaşlı, bacılı əl-ələ verdik, daşı daş üstünə qoyduq, bir ev sahibi olduq, çox şükür. Amma ömrümüzdən ömür getdi. Sağlamlığımız getdi. Yəni, o evi daşı daş üstünə qoya sağlamlığımız getdi. Bir fikrimiz var idi ki, biz kirayədə yaşaya bilmərik. Qaçqınlıqdan gələn adamın imkanı nə gəzərdi? Gedib daş karyerindən sınıq salxaq daşlardan yığıb gətirərdik. Həyat. Bax, hər bir qaçqın, hər bir köçkün, hər bir yurdundan, yuvasından didərgin olan insanın ruhuna çökmüş bir ev, yuva sindromu var, bilirsiniz. Onlar, o məskunlaşmaq o qədər ağır prosesdir ki, və biz soy kökümüzə bağlı xalqıq və biz öz genimizə, öz tariximizə, öz mentallığımıza bağlı xalqıq. Bu mənada bu hisslər bizim üçün heç vaxt sıradan bir sual ola bilməz, heç vaxt sıradan bir müzakirə ola bilməz. Və biz bugün də daşıdığımız istənilən hadisənin təzahürünü o xatirələrimizə borcluyuq. O kəndinizdə digər kəndlərdən, digər yerlərdən zaman-zaman müəyyən məkanlar görürük, el-oba görürük, adət-ənənə görürük. Sizin kənd digərlərindən nə ilə fərqlənirdi? Orada bugün Zöhrə Xəlilini bir Zöhrə Xəlili edən səbəb o kənddən olan hansı xatirədir, hansı hadisədir? Yəni, kəndinizi belə deyək ki, sözlə bizə təsəvvür edin. Fəxri xanım, bu yaxınlarda Türkiyədən qayıdırdıq, böyük bir proqrama dəvət almışdım. Naxçıvan yolu getdik, gəldik. Geri qaydanda artıq təyyarə dayanıb düşmək istəyirik. Bir nəfərin çantasını gördüm mən orada. Çantanın üstündə kək otu var idi. Kək otu, misal üçün, mən burada kək otunun çiçəyini görməmişdim. Həmişə belə yarpaqlı görmüşdüm. Kək otunun çiçəyini gördüm. Bacım da yanımdaydı, böyük bacım. Dedim, ay Roza, bizim kək otudan deyəndə adam belə çöndü, dedi, xanım, verərəm sizə. Elə Naxçıvandan yığmışdı bu kək otunu. Dedi, necə gedib yığmamısınız? Dedim, biz Türkiyədən gəldik. Demək, biz səhər-səhər qalxırdıq, buzovu aparırdıq günəyə ötürməyə. Geri qaydanda ciblərimizi kək otunun çiçəyi ilə yığıb gətirirdik. O qədər çay otları olardı bizim kənddə də. Qan təpəri, nə bilim, ağ yarpızı, qara yarpızı, çox çiçəklər olardı. Bunların hamısını yığardıq. Özdə bizdə kənddə qara çay içən olmazdı. Ancaq çiçək otları içərdi. Qonaq gələndə qara çay dəmləyərdilər ki, qonaq gəlib qara çay dəmləyək də. Amma indi hər şey əksinə olubdu, tərsinə olubdu. Qonaq gələndə çiçək otu dəmləyirlər. Kəndimiz çox gözəl bir yerdə idi. Təsəvvür eləyin ki, mərkəzdə dur, Furlan, Kurukver bütün dağ idi. Quzey tərəfi var idi, güney tərəfi var idi. Quzey tərəfdə meşə o qədər sıx idi ki, adam bir anlıq təsəvvür edir ki, bax, o ağacların üstündə yeriyə çıxa bilər. Çox sıxlıq idi və o meşəni tanımayan insan meşədə azardı. Güney tərəfi də güllü çiçəkli idi, o qədər gözəl güllü çiçəyi var idi və kəndimizdə bir pir var idi. Biz həmişə o pirə gedəndə pirdən xeyli aralı güldən çiçəkdən dərirdik. Aparıb o pirə qoyub da pir daşını öpüb də çıxıb gedirdik, misal üçün, hansı işimizin dalınca da. Mən indi tez-tez yuxumda görürəm, həmin piri tez yuxuda görürəm.
Bilirsiniz, o şeyləri yaşamamış insan danışa bilmir. Sadəcə xəyal qurur. Amma o qədər çətin olar mənim üçün. Çox çətin olar. Çünki mən vətəndən qayıdanda körpə bir qız uşağı idim və bütöv bir ailə gəlmişdik. İndi yarıdan çox yox. Mən ağlatmağa mı gətirmişsiniz bura? Vətən sevgisi müqəddəsdir. Vətən sevgisi heç bir ölçüyə, əndazəyə gəlməyəcək qədər ali hissdir. Ona axıdılan göz yaşları da müqəddəsdir. Ona yaşanan bu hisslər də gözəldir. İnanın ki, məhz bu verilişdə, bu masada, bu studiyada, digər yerlərdə danışdırdığımız bütün deyərdim, əksəriyyət, bütün insanların hər biri bu göz yaşlarıyla bizimlə həmsöhbət olur. Yəni, göz yaşlarınız bizim söhbətimizin ahəngidir və həssas, kövrək, gözəl və ümid dolu bir işartısıdır, axantısıdır. İnanırsınız, heç efir qarşısında ağlamağı sevmirəm. Ümumiyyətlə, insanla üz-üzə oturanda ağlamağı sevmirəm. Özümü belə toxtaq tutan adamam, amma Qərbi Azərbaycanın adı gələndə özümü saxlaya bilmirəm, vətənin adı gələndə. Çünki bayaq dediyim kimi, mən 15 il xoşbəxt yaşamışam. 15 ildən bu günə kimi itirə-itirə gəlmişəm. Zöhrə xanım, itirdiyimiz istənilən nələrsə, kimlərsə bizi həyatda tutunmağa səbəb salır. Çünki Allah Taala deyən bir müqəddəs varlığın altında biz onun talisinə, onun bizə yazdıqlarına, onun bizə qismətinə tabeyik. Bu mənada onun aldığı və verdiyi də müzakirəyə gəlməz. Çox şükür. Amma Allah sizə çox gözəl bir xüsusiyyət, çox gözəl bir istedad verir. Hisslərini misralaya çevirə bilmək, hisslərini misralarla bölüşə bilmək. Yəni, bəzən insanlar olur ki, onlar öz hisslərini bir sözlə ifadə edə bilmirlər və adamların üzünə baxırsan, o adamların üz ifadələrinə baxırsan ki, onlar hansı formada baxır və hissini ifadə edə bilmir. Bugün Zöhrə Xəlili gözəl bir qadın olaraq, gözəl bir şair olaraq, gözəl bir xanım olaraq öz göz yaşlarını misralara, misralarını hissləri sevgiyə, sevgini bütün o yaşantılara qataraq bugün bizimlə həmsöhbətdir və Yazıçılar Birliyinin üzvüsüz, fəaliyyətiniz bilirəm ki, çox şaxəlidir. Bəli, Yazıçılar Birliyinin üzvüyəm, Aşıqlar Birliyinin üzvüyəm. Hələ ki 2 kitab müəllifiyəm, düzdür. Əlimdə nə qədər əl yazmalarım olsa da 3-cü kitabı çıxartmaq hələ ki nəsib olmayıbdır inşallah. Allah qismət eləyər. 3-cü, 4-cü kitabda yəni material çoxdur əlimdə, əl yazmaları. Onları da çıxardaram, işıq özü görər. Bir çox jurnallarda, qəzetlərdə, almanaqlarda şeirlərim dərc olunubdur. Fəxri xanım, sizin bir sözünüz məni aldı ki, Allah Taalanın yazdığı, yaratdığı nə varsa onun altından qaçmaq mümkün deyil. Təbii ki. Amma mən dili şükürlü insanam. Hər halıma şükür deyən insanam. Bir şeyə o qədər çox şükür deyirəm ki, Allah Taala bizə hər şey verib, hər gözəlliyi verib. Amma çox şükür ki, bir şeyin əsirgəyibdir. Sual verərsiniz nəyə? Baxın, dükana gedərik, bəyəndiyimiz libas alarıq, bəyəndiyimiz qızıl əşyaları alarıq, bəzək əşyaları alarıq, evimizi bəyəndiyimiz kimi alıb döşəyərik. Amma çox şükür ki, dərdin dükanı yoxdur. Dərdi seçib ala bilmirik. Onu qurban olduğunun özü verir. Ona görə də, bax, qoy elə o fikrimin arxasından şeirlərimi deyim. Qapımı döyəndə buyur söylədim. Mən elə bildim ki, heç nədir dərdim. Min hiylə işlətdim, min dona girdim, özü öz başından biçmədi dərdim.
Ahımdan köksümdə ürək bişirdim. Sinəmi sac etdim, çörək bişirdim. Qəlbimdə min arzu dilək bişirdim. Çiyin bişmişini seçmədi dərdim. Nəyim var gönlümün bağından dərim, sevinci bazara necə göndərim? İstədim qapıdan geri döndərim, bircə addım dala keçmədi dərdim. Özünə yurt yuva qurdu qəlbimdə, ocağı qəlbimdə, yurdu qəlbimdə. Topladı başına ordu qəlbimdə, heç yana, heç yerə köşmədi dərdim. Zöhrə, ağlım getdi, itirdim başı. Ağzımın içində dəmlədim aşı. Gözümdə qaynadı gözümün yaşı. Süzdüm badələrə, içmədi dərdim. Heç yana, heç yerə köşmədi dərdim. Bu şeiri deyəndən sonra düşündüm ki, qurban olma Allaha, Allah Taala insana çəkə biləcəyi qədər dərd verir. Amma mən artıq çəkə bilmirəm. Mən elə bildim ki, tənha yaranıb. Dərdimə qarışan dərdim var imiş. Düşündüm hardasa küsər, inciyər, qismətlə barışan dərdim var imiş. Kökü bir, telləri çox sacaq imiş. Qəlbimdə gizlənib o, qaçaq imiş. Özümə bənzəmir, çox qoçaq imiş, sevinclə yarışan dərdim var imiş. Əyilməz qaməti əyib qurtarıb, tələsib, son sözün deyib, qurtarıb, qurd kimi içimi yeyib qurtarıb, ümidə darışan dərdim var imiş. Zülmətə çevirər günün dan içən, dərdin əllərindən çoxdur qan tökən, gözümün yaşını azca sönükən, közümə alışan dərdim var imiş. Ay Zöhrə, igiddi ərdi sən demə, axtarar, hey tapar mərdi, sən demə. Mən də qınayırdım dərdi, sən demə. Özümə yaraşan dərdim var imiş. Özümə yaraşan dərdim var imiş. Zöhrə xanım, bildiyim qədərilə bugün bura daha bir şeirinizlə gəlmisiniz. Bəli, bu şeiri mən uzun illərdir yazmışam, amma çox təəssüf ki, əzbərimdə deyil. Mənə maraqlı gəldi ki, siz efirdən öncə dediniz ki, bunu olarmı oxuyum, amma dedim yenidirmi, dediniz yox. Bunu əzbər bilməməyə səbəb nədir? Bax, onun səbəbini özüm də bilmirəm. Bu son vaxtlar yaddaş problemim var. Əzbərləsəm də yadımdan çıxır. Yəni, əsası oradan gəlir də. Nə qədər yeni şeylər əzbərləyirəm, yadımdan çıxır. O yüzden düşündüm ki, bəlkə onun bir fəlsəfi, psixoloji bir məqamı var, o yadda qala bilmir. Yaddaş problemi var, yadda saxlaya bilmirəm. Artıq yeni şeirlərimi yadda saxlaya bilmirəm. Əzbərimdə olan neçə şeirlər varsa, köhnə şeirlərdir ki, o vaxt əzbərləmişəm. O yaddaşımı həkk olunubdur. Qəribə burasıdır ki, onlar yaddaşımdan çıxmır. Amma yenə əzbərlədiyim... Bilirsiniz, o yaşlı adamlarda da elə bir xüsusiyyət var. Yaşlı adamlar köhnə xatirələri çox yaxşı danışırlar. Amma dünən, o deyil, belə bir ifadə var, dünən yediyim yadımda deyil, dünən olan baş verənləri isə yadlarında saxlanırlar. Ola bilər ki, o da biz dinləyək bu şeiri. Başım xustub dağı, sinəm qazan göl. Elə vətən boyda bir vətənəm mən. Gözlərim buluddur, ahım qasırğa, aybaşı bəlalı vətən, sənəm mən. Elə vətən boyda bir vətənəm mən. Köksümdə dərd yatır gözlərimdə, qəm. Çəkildi sinəmə min cürə sitəm. İstədim gül olub çöllərdə bitəm. Buludam, leysanam, dağda çənəm mən. Elə vətən boyda bir vətənəm mən. Bir dərya qoynunda ada ürəyim. Qorxuram dəryanı uda ürəyim. Kövrək bənövşəyəm, ya da ürəyim. Nərgizəm, reyhanam, yasəmənəm mən. Elə vətən boyda bir vətənəm mən. Mən bülbül deyiləm qəfəsdə olam. Bəxtəvər deyiləm həvəsdə olam. Zərzinət deyiləm hər kəsdə olam. Qardələm bitirən bir çəmənəm mən. Elə vətən boyda bir vətənəm mən. Fələk çoxlarını salıb kəməndə. Fələyin hökmünə neyləsin bəndə?
ünvanı səhv salıb düşmüşəm bəndə. O zöhrə deyilən elə mənəm mən. Elə vətən boyda bir vətənəm mən, bir vətənəm. Zöhrə Xəlili vətən boyda vətəninə ayaq basdığı ilk anda edəcəyi ilk bir şey nə olacaq? Piri ziyarət eləmək istəyirəm. Ayaq yalın. Kənddə kiminsə arzusu, niyyəti baş tuturdusa, əhd elirdi ki, mən piri ayaq yalın çıxacam. Ayaq yalın o piri ziyarət eləmək istəyirəm. Bəlkə də o pirə yol bizim qapıdan keçir. Bilmirəm, bəlkə də o evə girmərəm, bəlkə də girərəm, yəni yaşamamış heç nə demək olmur. Vətənin daşından, torpağından öpə-öpə piri ziyarət eləyərəm. Bir də yolun altında bir bulağımız var idi. Da sızqa bulaq deyildi, belə buz kimi suyu var idi. İnanın ki, barmağı bir dəqiqə saxlamaq olmazdı o suda. Bulağın suyundan bir stəkan içərdim. Stəkan yox belə, doğucumda, uşaqlıqda necə içmişəm belə. Biz ümid edirik, əminik ki, bu hisslər tezliklə öz reallığını tapacaq. İnşallah. Təşəkkür edirəm sizə, Zöhrə xanım, çox sağ olun. Xoş oldu sizlə həm söhbət olmaq, göz yaşlarınıza həmdəm olmaq, vətən məhəbbətinə, vətən sevgisinə mübtəla olub, bax, bu gözəl hisslərin ağuşunda sizinlə həm söhbət olmaq. Var olasınız, uğurlar olsun, görüşmək ümidi ilə. Dəvətinizə görə minnətdarım, sağ olun.